Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sizlə fərqi 7 olarsa, ilk 11 həddin cəmini tapın və 5-ci hədd verilib. Bu sual güvən buraxılış imtahanında 11-ci siniflərə salınıb. Deməli belə eləyək. A5-in açılışını yazaq. A1 üstəgəl 4D bərabərdir 19. Silsilə fərqi deyəndə D nəzərdə tutulur. A1 üstəgəl 4 vur 7 bərabər 19. A1 üstəgəl 28 bərabər 19. 19-dan 28 çıxıram. Mənfi 9 olar. İndi bizə deyir ki, ilk 11 ədədin cəmini tap. S11-in düsturunu bilmək lazımdır. A1 üstəgəl A11 böl 2 vur 11. Gəlin 11-ci həddi tapaq kənarda və aparaq yerinə qoyaq. A11-i tapanda A1 üstəgəl 10D düsturundan istifadə edəcəyik. A1 mənfi 9 idi. D də məsələdə verilib 7-dir. Onu 7-yə vuruq 70, mənfi 9-un üstünə 70 gəlirik. 61 edər. İndi gələk, burada A11-in yerinə 61 qoyaq. Mənfi 9 üstəgəl 61 böl 2 vur 11. Mənfi 9-un üzərinə 61 gələndə 52 edər. 52-ni 2-yə bölüb 11-ə vurmaq lazımdır. 52-ni 2-yə bölürəm. 26. 26 vur 11. 286 edər. Düzgün cavab 286 olacaq.